Deyir bir kişi var imiş, Allah'a yalvarır ki, ey onu Tanrı, mənə cənnət cəhənnəmi göstərginə, mən öz həyatımı ona uyğun qurum, o cür yaşamağa çalışım. Nəsə Allah Teala bunun sözünü eşidir, Əzrailə deyir ki, ged o adama cənnət cəhənnəmi göstərginə, qoy yaşayışın özü seçsin, hansına uyğun istəsə o cür həyatda yaşasın. Əzrail də gəlir bu adamı götürür, aparır cənnətə, cənnətin qapısını açır, kişi baxır, görür ki, burada zəmzəm suyu, çaylar, bulaqlar, yaşıllıq, gözəl mənzərələr, hurilər, mələklər. Heç kəs bir-biri ilə dəyib dolaşmır, sakitcə yaşayırlar. Deyir, elə bura gəlmişsən, qardaş, məni apar cəhənnəmi də görüm ki, görüm cəhənnəm necədir, öz həyatımı ona uyğun qurum. Nəsə, Əzrail götürür, bunu aparır cəhənnəmə, cəhənnəmin qapısını açanda görür ki, bu nədir? Hamısı burada, kepkomlar burada, baş açıqlar, sinəsi açıqlar, nə bilim, mini yufqalar. Burada vır çatlasındır, kefdir, damaqdır. Burada olan heç vaxtı darıxmaz. Deyir, elə burada cəhənnəmə düşmək yaxşıdır. Burada kefdir. Nəsə qayıdır, gəlir, öz həyat səviyyəsini, yaşayışını bu cəhənnəmə uyğun qurur. O gün arxeyin olur ki, mən cəhənnəmə gedəcəm, orada kef eləyəcəm, darıxmayacam. Orada kefkom adamlar çoxdur. Bir gün vədə yetişir, Əzrail gəlir, bu kişinin canını alır, kişinin də vecinə döyür, arxaya indi ki, cəhənnəmə gedib kef eləyəcək, elə rahatca canını tapşırır ki, al canını. Nəsə, bunun Əzrail canını alandan sonra gətirirlər cəhənnəmə, cəhənnəmin qapısını açanda görür ki, bu nədir? Ah, nalə, qırğın, qiyamət, çığırtı çıxıb ərşə, alov, dəhşətə gəlir, tez qapını örtüb, dala qaçır. Əzrail çağırır bunu ki, qardaş, hara? Xoşun gəlmədi. Deyir, yox qardaş, mən axırıncı dəfə buranı ziyarət eləyəndə, bura heç belə deyirdi. Deyir, sən o vaxtı turist kimi gəlmişdin. O reklam idi. Həqiqi cəhənnəm bax budur. Heç yerə qaçacağın yer yoxdur. Keç içəri. İndi qardaş, belədir həyat. Həyatı özümüz seçməliyik. Cənnəti, yoxsa cəhənnəmi. Həyatdakı reklamlara allanmaq olmaz. Reallıq başqadır. Allah sizi xoşbəxt eləsin.